Дорогие друзья, не забудьте подписаться на наш канал. Это будет вашей реальной поддержкой. Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Kanal канал Хлюпотал, Амкихин Герекия. Юлия Волмир, yarı düğmədə Lilis. İm, Kübədə Çəzurba Küməkşidə. Səsi otağı başına götürmüşdü. Sənə nifrət edirəm. Səni heç zaman sevməmişəm. Bundan sonra da sevməyəcəyəm. Sən mənim həyatımı zəhərləmisən, ömrümü puç eləmisən. Sən mənim üçün heç nəsən. Eşidirsənmi heç nə? Sənin kimi ana olar? Ömründə özündən, öz işindən başqa heç nə ilə maraqlanmamısan. Mənim varlığım səni heç zaman narahat etməyib. Sən başdan ayağa qədər saxtasan. Sahil hədəqəsindən çıxmağa hazır olan qəzəbli gözləri ilə ona baxır, qəlbinin bütün nifrətini onun üstünə tökməyə çalışırdı. Yay kimi gərilmiş, tarıma çəkilmiş əsəblərini bu yolla sakitləşdirmək, anlaşılmaz qəribə fikirlərin qalaq-qalaq yığıldığı, fürsət düşdükcə rəhmsizcəsinə əzdiyi, incitdiyi ürəyini boşaltmaq istəyirdi. Köksünə amansızcasına çırpılan qəzəb dalğaları isə heç cür sakitləşmək istəmirdi. Elə bil yolunun üstünə çıxan hər şeyi vurub yıxmağa, dağıtmağa, kökündən çıxarmağa hazır idi. Qarşısındakı qadının öz doğmaca anası olduğunu dərk etmək nədənsə ruhunu əzir, ona olmazın əzab verirdi. Görkəmindən, duruşundan, baxışlarından, danışığından başdan başa soyuqluq, yadlıq yağan bu insanın varlığı onu üşüdürdü. Onu görməyə gözü yox idi. Dünyada nə qədər nifrin, nə qədər qarğış vardısa, hamısını onun üstünə yağdırmağa hazır idi. Belə etsəydi, bəlkə də yüngülləşər, sinəsinə çökmüş acı kədər ondan əl çəkərdi. Təbiətən əsəbi, həm də həddindən artıq səbirsiz olan Sahil bugün hisslərini heç cür cilovlaya bilmirdi. İllərlə ürəyinə yığılıb qalmış ağrı acısını, onu tez-tez incidən, narahat edən duyğularını anasının üstünə yağış kimi bir dəfəlik yağdırıb, sonra uşaq kimi qayğısızca uyumaq istəyirdi. Sahil əllərini arxasında çarpazlayıb, əsəbi addımlarla otaqda var gəl edə-edə içindəkiləri açıb tökürdü. Sən mənim uşaqlığımı, sonra isə gəncliyimi məhv etmisən. Tay tuşlarıma həmişə paxıllıq etmişəm. Ürəyimdə həmişə sarsıntı keçirmişəm. Yadıma düşmür ki, haçansa ürək dolusu gülüm, qayğısız olum. Xəlvət yer tapan kimi, evdə tək qalan kimi acı-acı ağlayardım. Başqa uşaqlara, onların ata-analarına, aralarındakı münasibətlərə fikir verəndə ürəyim partlamaq dərəcəsinə gələrdi. Bizim evdə hər şey başqa cür idi. Bizdə normal insani münasibətlər görməmişəm. Belə şeylərin həmişə həsrətini çəkmişəm. Nə sən, nə də atam mənə əsl valideyn ola bilməmisiniz. Düzdür, atam sənin qədər çox bilmiş deyil. Onu da sən dəyişdirmisən, özünü oxşatmısan. Atam ömrü boyu sənin sözünlə oturub durub. Sahil udqunub sustu. Sonra isə qəhərlə sözünə davam elədi. Sizin oğlunuz olduğuma görə həmişə utanmışam. İndi də xəcalətimdən yerə girməyə hazıram. Valideynləri dəyişmə mümkün olsaydı, bunu məmnuniyyətlə edərdim. Eşidirsənmi? Mən bunu ürəkdən deyirəm. Əvvəl-axır bu sözləri eşitməliydin. Sən. Fəzilənin sinəsinə elə bil kimsə nə iləsə zərbələr endirirdi. Köksü xəncər yaralarına bənzər saysız hesabsız yaralarla örtülürdü. Ona elə gəldi ki, başdan başa alqan içindədir. Başını əyib köksünə baxdı. Qanzad yox idi. Bəs nə idi sinəsindən şırnaqla axan? Sən. Oğlunun sözləri sanki onu yerə pərçimləmişdi. Eşitdiklərinə inana bilmirdi. Bu sözlər doğrudanmı ona ünvanlanmışdı?
Bu ittihamlar ona idimi? Bu qəzəb, bu nifrət ona istiqamətlənmişdimi? Bəlkə Fəzilət yuxu görür. Yaxşısı budur bir qədər dözsün, yuxudan ayılanda hər şey yoluna düşəcək. Heyhat, bu yuxu deyildi. Həqiqət idi. Amansız hökmü olan acı həqiqət. Yer yarılsaydı, yerə girərdi. Oğlu gəlininin yanında deyirdi bu sözləri. Fəzilət eşitdiyi sözlərin təsirindən hələ də özünə gələ bilmirdi. Oğlunun əsəbdən ağarmış bənizinə, əsən əllərinə baxıb qorxu içində düşünürdü ki, onu bu hala salan özüdür, Fəzilətdir. Oğlunun ürək ağrılarının keçirdiyi bu təlatümlü, fırtınalı, qasırğalı halın səbəbkarı odur. Belə sözlər, bu cür ağır ittihamlar elə belə deyilə bilməzdi. Görünür, onlar sahilin rahatlığını çoxdan əlindən almışdı. Görünür, bu çaya gözə görünməz arxlar çoxdan öz suyunu axıdırdı. Görünür, qarşısına çıxan hər cür sədləri, bənbərələri yuyub aparmağa hazır olan, heç kəsə və heç nəyə insaf etmədən coşan nəhəng selə bənzəyən bu qəzəbin mənbəyi çox-çox uzaqlardan başlanırdı. Onun Fəzilətə gəlib çatması uzun müddət çəkmişdi. Bəs Fəzilət harada idi? Bunu niyə hiss etməmişdi? Ana qəlbinin həssaslığı ilə baş verəcək şeyləri niyə əvvəlcədən duymamışdı? Adətən hər şey qabaqcadan ürəyinə daman, hətta yuxularından anlayan Fəzilət niyə bunlardan vaxtında xəbər tutmamışdı? Fəzilət sahilin qan çəkmiş gözlərində o qədər nifrət oxudu ki, nə edəcəyini, ona nə cavab verəcəyini bilmədi. Natəvan arada ərinə etiraz etdi. Sahil, ağlını başına yığ, bunlar nə sözlərdir anana deyirsən? Amma Sahil onun üstünə çımxırdı. Sən də, bəsdir ikiyüzlü elədin, yaxşı bilirsən ki, mən düz danışıram. Nəyi düz danışırsan, bala? Fəzilət sinəsinə çökmüş ağırlığı heç cür özündən uzaqlaşdıra bilməyib, ağrının dəyişdirdiyi boğuq səslə soruşdu. Bu, sualdan çox fəryada bənzəyirdi. Elə bil Fəzilət dərin bir quyuda idi, boğulurdu. Əllərini uzadıb, oğlundan onu buradan qurtarmağı təvəqqə edir. Oğlu isə öz amansız qəzəbi, heç vaxt güzəştə getməyəcək təkəbbürü, ərinməyən kini ilə yuxarıdan ona baxır, kömək etməyi, boğulan anasını quyudan çıxarmağı ağlına belə gətirmirdi. Fəzilət oğlunun hədəqəsindən çıxmış iri qara gözlərinə qorxu ilə baxır, deməyə söz tapmırdı. Qarşısındakı bu nər kimi oğlan onun oğlu idi, doğmaca övladı idi. 25 yaşı bu yaxınlarda tamam olmuşdu. Doğrudanmı bu mənim oğlumdur? Doğrudanmı onu dünyaya mən gətirmişəm? 9 ay bətnimdə gəzdirdiyim, yolunu səbirsizliklə gözlədiyim, hər əzabına, əziyyətinə sevə-sevə qatlaşdığım, gələcəyinə ümidlər bəslədiyim övladdırmı bu? Mənim ciyərparam, gözümün nuru, həyatımın mənası, şirin xəyallarımın barı, bəhəri budurmu? Bu qədər yaxın, bu qədər də uzaq olmaq mümkündürmü? Bu qədər doğma, eyni zamanda bu qədər yad olmaq olarmı? Oğlunun baxışlarında nifrət qarışıq bir etinasızlıq yağırdı. Bu an öz anasını soyuqda, yadlıqda ittiham edən bu adamın bütün görkəmindən pəşmürdəliklə, vəziyyətini ümidsizliyi ilə yanaşı qəribə bir biganəlik yağırdı. Hiss olunurdu ki, dediyi sözlərə görə əsla əzab çəkmir. Əslində Fəzilətə dağ çəkən də elə bu idi. Sahilin gözlərində isti, ilıq, doğma, mehriban heç nə yox idi. Bu cür baxışlarla yoldan ötən yad adamlara baxırlar. Sahil, sən bunları ciddi deyirsən? Bu sualı qorxu qarışıq həyəcanla verdi. Amma bu
sualdan çox nidaya bənzədi. Əlbəttə ciddi deyirəm. Özünü elə aparırsan ki, güya heç nədən xəbərin yoxdur. Neynəmisən mənim üçün? Gözlərini yaxşı-yaxşı aç. Gör xalqın anaları öz övladları üçün nələr edirlər. Fəzilət gözlərini duman kimi örtmüş yaşı əlləri ilə silib qəhərlə soruşdu. Nə edirlər? Normal ev verirlər, maşın alırlar. Deməli, imkanı olmayan valideynləri güllələmək lazımdır, hə? Normal valideynlərin hər şeyi olmalıdır. Nə mənim, nə də atanın valideynləri bizə heç nə verməyiblər. Hər şey özümüz öz əllərimizlə yaratmışıq. Amma buna baxmayaraq, həmişə onlara müqəddəs varlıq kimi baxmışıq. Sahil istehza ilə güldü. Siz ömür boyu nənəmlə babamın hesabına yaşamısınız. Düz deyil, oğlum, səhv fikirləşirsən. Mənə oğlum demə, buna sən haqqın yoxdur. Gör nənəmgilin yaşlılıqlarını nə tez unudur. Yəni mən o qədər pisan olmuşam. Fəzilət sel kimi axan göz yaşlarını heç cür saxlaya bilmirdi. Sahil hirsləndi. Hələ bir soruşursan da, mənim üstümdə sənin heç bir haqqın yoxdur. O, anasının göz yaşlarını sanki indi gördü. Bundan qəzəbi biraz da artdı. Onun gözlərinin içinə baxıb çığırdı. Bura bax, özünü ürək yumşaq kimi göstərməyə çalışma. Ağlayıb eləmə, mənim göz yaşlarından zəhləm gedir. Günahlarını ağlamaqla yumağa çalışma. Yadında saxla, bu dünyada mən yalnız 2 adama borcluyam. Nənəmə, bir də babama. Mənim üçün əsl valideyn onlar olublar. Bala, insafın olsun. Sən çox ağır iddialar irəli sürürsən. Belə olmaz. Fikirləşib danışmaq lazımdır. Hər ağlına gələni dilinə gətirmə. Sözlərinin məsuliyyətini dərk elə. Fəzilət bu sözləri elə yazıq, elə mütəhalda dedi ki, özünü tanıya bilmədi. Başlandı da, mənə ağıl öyrətmək lazım deyil, kifayət qədər ağlım var. Səndə bu qədər nifrət haradandır, bala? Bu normal hal deyil. Haradandır? Güya bilmirsən. Əlbəttə sizdən. Siz mənə nifrət etməkdən başqa heç nə öyrədə bilməmsiz. Fəzilət oğlunun qızarmış gözlərinin içində qəribə bir sönüklük, duyğusuzluq oxudu. Onun insafsız sözləri amansız məntiqi sinəsinə çalın çarpaz dağ çəkdi. Amma bu dağ onun ürəyinə oğlunun dəfələrlə çəkdiyi dağların heç birinə bənzəmirdi. Oğlu normal vəziyyətdə deyildi. Hərəkətləri danışığı sağlam adamınki deyildi. Tez-tez əlləri əsə-əsə mətbəxə girib çıxır, qapını zərblə çırpırdı. Hər dəfə belə edəndə 3 yaşlı Samirlə 1 yaşlı Samirə bərkdən ağlayırdılar. Bu dəfə qapı çırpılanda uşaqlar kirimək bilmədən ucadan ağlamağa başladılar. Natəvan Samiri, Fəzilət isə Samirəni qucaqlarına alıb ovundurmağa çalışsalar da, körpələr kirimək bilmədilər. Birdən Sahil Samirəni hisslə anasının əlindən qoparıb çarpayıya atdı. Dəymə uşağa, onun sənin qayğına ehtiyacı yoxdur. Təhqir olunmuş, heysiyyəti tapdanmış Fəzilət boğuq səslə: Sahil, bala, sən xəstəsən, sənə mütləq müalicə lazımdır, dedi. Düz deyirsən, mən xəstəyəm, amma məni sən xəstələndirmisən, sən. Sahil bunları az qala bağıra-bağıra dedi. Fəzilət bu bağırtını eşitməmək üçün qulaqlarını bərk-bərk tıxayıb yerindən qalxdı. Daha burada qalmağın heç bir əhəmiyyəti yox idi. Biraz da burada ləngisəydi, müvazinatını itirib yerə yıxılacaqdı. Amma onu yerə yıxılmaq qorxutmurdu. Oğlunun evində, onun gözünün qabağında zəifliyini nümayiş etdirmək istəmirdi. O, bu an yaradandan bircə şey diləyirdi. Evinə qayıtmaq üçün taqət. Ulu Tanrım, mənə azacıq dözüm ver, yıxılmağa qoyma. Məni öz evimə çatdır, aciz etmə. Bir balaca qətiyyət ver, sonra nə etsən razıyam.
Fəzilət illər yorğunu kimi ayaqlarını sürüyə-sürüyə ağır-ağır dəhlizə sarı getdi. Qapını açıb dönüb oğluna uzun bir nəzər saldı. Heç nə deməyib bayıra çıxdı. Qapının arxasından gəlinin səsi gəldi. Heç yaxşı iş görmədin Sahil. Sahil cavab verdi. Lap yaxşı oldu. Hələ bundan da artıq deməliydim. Sən onu tanımırsan. Fəzilətə elə gəldi ki, oğlunun evindən öz evinə kimi bir əsirlik yol gəldi. Çatan kimi elə paltarlı halda yatağına girdi. Arvadının qaralmış üzünü görüb qorxuya düşən Zamin Fəzilətin dişlərinin şaqqıltı ilə bir-birinə dəydiyini görüb üstünə 2 yorğan saldı. Amma Fəzilətin üşütməsi keçib getmirdi. Son vaxtlar işləri heç cür düz gətirməyən, borclar içində çabalayan Sahil müvəffəqiyyətsizliklərinin hamısının səbəbini valideynlərində, ən çoxu isə anasında görürdü. Anası onun borca düşdüyünü, əziyyət içində çabaladığını bilirdi. Amma bilə-bilə ona kömək etmirdi. 1 ildən artıq idi ki, anasıgil Sahilgili taleyin ixtiyarına buraxmışdılar. Borclarını qaytarmaqda onlara kömək əlini uzatmırdılar. Bu isə Sahili özündən çıxarırdı. O, son vaxtlar atasıgilə az-az gedirdi. Arvadına da onlara getməməyi tapşırmışdı. Natəvan səbəbini soruşduqda, onlar valideynlər bəyəm, deyə özündən çıxmışdı. Mən burada borc içində çabalayıram, onlar isə öz kəflərindədirlər. Atan təqaüdçüdür, ananın cüzü maaşı isə yeməklərinə güc bəla ilə çatır, bizə necə kömək edə bilərlər? Deyə Natəvan etiraz edəndə Sahil demişdi. Biz 4 baş ailə 2 otaqlı mənzildə yaşayırıq. Bunlar 2 adamla 3 otaqlıda yaşayırlar. Neçə dəfə onlara təklif etmişəm ki, sizə bir otaqlı mənzil alım, onu sataq. Razı olmayıblar. Hay-hayları gedib, vay-vayları qalıb. Ancaq yenə də öz rahatlıqlarından əl çəkmək istəmirlər. Adam bu qədər egoist olmaz, Sahil. Ananla atanın nə yaşı var? Hələ indi yaşamağa başlayıblar. Neynəsinlər ki, sən vaxtından tez evlənmirsən, deyə Natəvan onunla razılaşmamışdı. O, ərində son vaxtlar öz valideynlərinə qarşı yaranmış qəribə münasibətlərin əsl səbəbini heç cür anlaya bilmirdi. Düzdür, Sahillə tanış olub görüşdüyü ilk vaxtlar o həmişə ona acımışdı. Sahil öz fərəhsiz uşaqlığı haqqında ona elə şeylər danışmışdı ki, ürəyində onun valideynlərinə qarşı kin yaranmışdı. Amma ərə gedəndən, qaynanası və qaynatası ilə yaxın təmasda olandan sonra ərinin ona təsvir etdiyi valideynlər əvəzinə öz yeganə övladına zərif, incə hisslərlə bağlı, həddindən artıq nəzakətli və mehriban ata ilə ana görüb heç nə anlamamışdı. Onlar Natəvanı da sevir, ona evini idarə etməkdə, uşaqlarına baxmaqda kömək edirdilər. Onların dolu çantalarla evinə gəlib getməyinə öyrəşmiş, daim qayğı və diqqətlə əhatə olunmuş Natəvan, qaynatası ilə qaynanasına ürəkdən bağlanmışdı. Ərinin ürəyində valideynlərinə qarşı boy atmış nifrətin səbəblərini sonralar Sahillə nənəsinin arasındakı qəribə münasibətləri görəndən sonra anlamışdı. Sahil əlləri ilə başını tutub gözlərini yummuşdu. Xəyalında uşaqlıq illəri ilə bağlı xatirələr canlanırdı. Gündəliyindəki 2 dənə 2 anasını yaman hirsləndirmişdi. Atası işdən qayıdanda bunu ona da xəbər vermişdi. Sahil qorxusundan çarpayısının altında gizlənmişdi. Amma atası onu dartıb çıxardı və kötəkləməyə başladı. Bayaq ərini qızışdırıb onun üstünə salan Fəzilət indi də uşağın döyülməsinə dözə bilmirdi. Sahil nifrətlə valideynlərini süzür, ürəyində onları ittiham edirdi. Qoy böyüyüm, bu heyfi sizdə qoymayacağım. Sahil heyrətləndirən o idi ki, nənəsi heç vaxt, heç nəyin üstündə onun üstünə çımxırmır, onu döymürdü. Sahil nə etsə də xoşuna gəlirdi.
Amma atası ilə anası elə bil onu incitmək, cəzalandırmaq üçün fürsət axtarırdılar. Amma onun istirablarının içində həmişə bir ümid işığı, bir fərəhli möcüzə var idi. Nənəsi. Nənəsi onun üçün haqq və ədalət, düzlük və etibar, məhəbbət və səmimiyyət rəmzi idi. Onu heç vaxt döyməmişdi, heç vaxt bir sözünü iki eləməmişdi. Onu qucaqlamaqdan, öpüb oxşamaqdan doymurdu. Nənəsini ona sevdirən bir cəhət də o idi ki, o heç vaxt, heç yerdə işləməmişdi. Evdə oturub uşaqlarını böyütmüşdü. Bu, Sahil üçün çox vacib məsələ idi. Onun aləmində ən yaxşı ana, həyatını öz övladlarına həsr etmiş ana sayılırdı. Nənəsi onun həmdərdi, sirdaşı, ürək dostu idi. Sahil valideynlərindən yalnız ona şikayətlənə bilirdi. O da hər şeyi anlayırdı. Onu sözsüz də başa düşürdü. Ay bala, sənin anan daş qəlbli adamdır, deyə onu ovudur, təsəlli verirdi. Sonra isə əlavə edirdi. Anan öz işindən başqa heç nəyi, heç kəsi sevmir. Sahil nənəsinə sığınır, özünə müttəfiq tapdığına görə ürəkdən sevinirdi. Bir dəfə yenə anası onu kötəkləyirdi. Qonaq gəlmiş nənəsi Sahili onun əlindən alıb gəlininin üstünə çımxırdı. Döyüb öldürdün bu uşağı ki, insafın olsun da. Sahil ağlaya-ağlaya özünü nənəsinin üstünə atdı. İndi bunları düşünə-düşünə anasına nifrəti daha da artırdı. Fəzilət hələ də özünə gəlməmişdi. Oğlunun sözlərinin hər biri zəhərli oxa dönüb sinəsinə sancılmışdı. İndi içindən dözülməz ağrılarla baş qaldırırdı. Saysız hesabsız acı suallar onun qətiyyətini əlindən alırdı. Doğrudanmı mən bu qədər əzazil, bu qədər rəhimsiz ana olmuşam? Doğrudanmı Sahili sevməmişəm, əzizləməmişəm? Bəlkə o düz deyir, mən doğrudan da qəlbsiz, duyğusuz adamam. Elə isə bu dünyada yaşamağımın bir mənası varmı? Oğlunun nifrətdən dəyişib tanınmaz olmuş sifəti gözlərindən çəkilib getmirdi. Mən harda səhv etmişəm? Nəyi nəzərdən qaçırmışam? Necə oldu ki, oğlum məndən uzaqlaşdı? Nə baş verdi ki, övladım mənə nifrət etməyə başladı? Deyə hey özünə suallar yağdırır, onlara cavab tapmağa çalışırdı. Suallar çox, cavablar çətin idi. Bir şeyə ilk dəfə tam əmin olmuşdu ki, günahkar yalnız özüdür. Övladlar analarının səhvləri ucbatından əzab çəkirlər. Yaxşı ananın övladı pis ola bilməz. Deməli, hər şey tərbiyədən asılıdır. Mən uşağıma düzgün tərbiyə verə bilməmişəm. Günahkar mənəm. Son bir neçə ildə oğlu çox dəyişmişdi. Valideynlərinə qarşı tam biganə olmuşdu. Uşaqlıqdan nənəsi ilə babasına bağlı olan Sahili öpüb oxşamağa tamarısı idi Fəzilət. Neynəsə də Sahilin xoşu gəlmirdi. Həmişə nədənsə narazı idi. Nənəm belə demir, nənəmə deyəcəyəm, nənəm bilsin, deyə onun sözlərini, iradlarını ikinci dərəcəli hesab edən oğlunu çox vaxt bunun üstündə kötəkləyərdi. Neynəsə də, nə qədər çalışsa da övladının ürəyinə yol tapa bilmirdi. Onları gözə görünməz bir qüvvə zorla ayırırdı. Nənəsi Sahilə ürəkdən bağlı idi, onunla nəfəs alırdı. Bunu hamı bilirdi. Amma bu bağlılıqda nə isə xoşa gəlməyən bir şey də var idi. Gəlini ilə aralarında heç bir münaqişə, söz-söhbət baş verməsə də onu sevmirdi və bu hisslərini özü də bilmədən nəvəsinə keçirirdi. Bunu ana qəlbinin həssaslığı ilə duyan Fəzilət isə utandığından bu barədə heç kəsə heç nə deyə bilmirdi. Amma ürəyinin dərinliklərində həmişə qəribə bir qorxu gizlənirdi. Bunda da özü günahkar idi. Fəzilət günahlarını bir-bir yadına salırdı. Süd verə bilmədim Sahilə. Cəmi 2 ay əmizdirdim onu. Sonra simesə keçdim. Ana südü əmməyən uşaqlar soyuq olurlar. Axı Sahil doğulan gündən ağır xəstələndin.
südün çəkildi, deyə ürəyinin içindən bir səs gəldi. Amma bu səs o qədər zəif idi ki, başqa səslərin içində itbat oldu. Yaxşı ananın südü olar, ittihamı ondan güclü idi. Həddindən artıq məşğul olan Zamin sahilə qarşı bir qədər soyuq idi. O, təsadüfdən təsadüfə arvadına qoşulub rayona gələrdi. O vaxtlar Fəzilətlə Zamin yola getmirdilər. Aralarındakı münasibətlər soyuq idi. Bunu isə qaynanası Fəzilətə heç cür bağışlaya bilmirdi. Dostları ilə tez-tez yığışıb şən məclislər keçirməyə adət edən, ailəsinə qarşı bir qədər ehtinatsız olan Zaminin xasiyyətini qaynanası yaxşı bilsə də, onu müdafiə edir, gəlinindən isə öz bildiyi kimi acıq çıxırdı. Bir dəfə Fəzilət oğlunu yatızdırırdı. Layla çala-çala uşaqdan tez yuxuya gedən Fəzilət nə işitsə yaxşıdır. Sahil anasına şirin-şirin layla çalırdı. Lay lay, lay lay, bala lay lay, seni gülüm anasız qalasan lay lay. Fəzilət qulaqlarına inanmadı. Sahil, bunlar nə sözlərdir belə? Uşaq güldü. Nənəm məni yatızdıranda həmişə belə oxuyur. Fəzilət eyvanda oturub çay içən qaynanasına indicə eşitdiklərini çatdıranda o halını da pozmadı. Adam uşağın sözlərinə inanmaz, ay gəlin. Uşaq sözün düzünü deyər, deyə Fəzilət israr edəndə qaynanası hirsləndi. Mən boyda adamın sözünə inanmırsa, əl boyda uşağa inanırsan? Fəzilət daha heç nə deməmiş, mübahisə açmamışdı. Amma ürəyinin dərinliyindən bir şübhə ilan kimi baş qaldırmışdı. Bu, ilk xəbərdarlıq idi. Amma Fəzilət ona əhəmiyyət verməmişdi. Sahilin 4 yaşı tamam olanda uşağı Bakıya apardılar. Həddindən artıq ərköyün və dəcəl olan Sahili bağçaya qoydular. Bakıya köçməzdən bir gün əvvəl qaynanası uşağı belə oxşayırdı. Can, boyuna qurban olum. İnsafsız anan səni bağçaya qoymaq istəyir. Sən orada dözə bilərsən. Sahili bağçaya öyrəşdirmək gözlənildiyindən də çətin oldu. O hər gün evdən ağlaya-ağlaya çıxır, evə ağlaya-ağlaya qayıdırdı. Fəzilət bir aylıq məzuniyyətini uşağı bağçaya öyrəşdirməyə sərf etdi. Dəhşətli günlər idi. Sahil hər səhər yuxudan oyanan kimi yalvarmağa başlayırdı. Ana, nə olar, məni bağçaya qoyma da. Sahil, axı mən işə getməliyəm. Getmə də, nə olar, nənəm kimi sən də evdə qal da. Olmaz axı Sahil, mən işləməsəm biz sənə oyuncaqları, pal-paltarı kim alar? Atam alar da. Axı atanın pulu kifayət etməz, gərək mən də ona kömək edəm. Mənə sənin pulun lazım deyil, mənimlə evdə qal. Bu söhbətlər səmərə vermirdi. Sahilin incikliyi keçib getmirdi. Hər axşam bağçadan qayıdanda Sahil evdə oturduğu stulda bir xeyli vaxt tərpənməz qalırdı. Bir dəfə mətbəxdən otağa keçən Fəzilət Sahilin öz böyük oyuncaq atının boynunu qucaqlayıb, göz yaşları içində onu oxşadığını görüb sarsıldı. Uşaq deyirdi, sən mənim bircə dənə atımsan, mən səni heç vaxt bağçaya qoymayacağam. Bu, uşağın etirazı idi, onun balaca qəlbinin üsyanı idi. Ona elə gəlirdi ki, bağçaya qoymaqla valideynləri onu cəzalandırırlar. Bu fikri özünə təlqin etmişdi. Ona görə də yaşlı adam kimi əməlli başlı fikri çəkirdi. Tərbiyəçilər heyrətə gəlmişdilər. Bu vaxta kimi bizə belə tərs uşaq rast gəlməyib. Nəhayət, Sahil çətinliklə də olsa bağçaya öyrəşdi. Amma Zamin onları ayda 1 ya 2 dəfə rayona, valideynlərinin yanına aparırdı. Fəzilət xoşlamırdı bu səfərləri. Çünki hər dəfə rayona gedib gələndən sonra Sahilin ona münasibəti dəyişirdi. Yaşına yaraşmayan sərtlik yaranırdı onda. Qara dinməz olur, fikirli görünürdü. Günlər keçdikcə yavaş-yavaş buzu əriməyə başlayırdı. Sonra yenə səfər, yenə həmin hal. Yay tətilini Sahil bir qayda olaraq nənəsigilin yanında keçirirdi. Bütün ili həmin vaxtın həsrəti ilə yaşayırdı.
Yayda o başqa Sahil olurdu. Gözləri xoşbəxtlikdən parıldayan, səhərdən axşama kimi dinclik bilmədən atılıb düşən, dəcəllikləri ilə evdəkilərin canını boğazına yığan Sahil. Bir şey də vardı ki, yayda o Fəzilətlə Zaminə qarşı həddindən artıq soyuq olurdu. Elə bil uşaq onu Bakıya apardıqlarına görə valideynlərindən qisas alırdı. Bu isə uşağın nənəsinə ləzzət verirdi. Günahkar axtarmaqdan asan heç nə yoxdur. Ən böyük günahkar mən özüməm. Ona görə də əbədi dərd çəkməliyəm. Uşağımla vaxtında məşğul ola bilmədim. Tərbiyəsini yadlara etibar etdim. Fəzilət oğlunun dəyişib yadlaşmış sifətini yenidən gözləri önünə gətirdi. Titrətməsi daha da artdı. Çünki Sahilin gözlərindən ruhuna bir soyuqluq, yadlıq, biganəlik yayılırdı. Fəzilət anladı ki, onun bu mənasız baxışlarının tarixi böyükdür. Bu tarix öz mənbəyini Sahilin uşaq vaxtı ona çaldığı o qəribə layladan alıb. Təkcə bu layladanmı? Fəzilətin bildiyi yalnız bu idi. Kim bilir, onun bilmədiyi, xəbər tutmadığı, ağlına belə gətirmədiyi neçə belə hadisələr baş vermişdi. Fəzilət fil qulağında yatıbmış. İllər ötdükcə belə laylalar şaxələnmiş, qol budaq atmış. Aman Allah, bunlar necə baxışlar idi? Heç düşmənin gözlərində belə ifadə olmaz. Və Sahilin baxışlarındakı nədir? Nifrət? Oğul anaya nifrət bəsləyir. Ağlına gələn bu fikirdən Fəzilət dəhşətə gəldi. Bugün oğlunun evində baş verənləri, Sahilin ona yağdırdığı ittihamları beynində təkrarladı. Oğlu ona nifrət edirdi. Buna heç bir şübhə ola bilməzdi. Bu nifrət gəldi-gedərə bənzəmirdi. Oğlu ilə aralarında baş vermiş son anlaşılmazlıqları yadına salmağa çalışdı. Bir xeyli fikirləşəndən sonra onun təfərrüatına vardı. Fəzilət oğlunu korluq çəkməyə qoymamışdı. Onun bütün qayğılarını, problemlərini əvvəldən könüllü olaraq öz boynuna götürmüşdü. Məktəbdə o qədər də yaxşı oxumayan Sahili ali məktəbə qoymuş, oranı qohumlarının zarafatla dedikləri kimi oğlu ilə bir yerdə oxuyub başa çatdırmışdı. İnstitutu bitirən kimi Sahil evlənmək fikrinə, özü də valideynlərindən ayrı yaşamaq istədiyini qəti surətdə elan edəndə hamı bu xəbərə təəccüb qaldı. 21 yaşı yenicə tamam olmuş, hələ həyatın eniş yoxuşlarını görməmiş, çətinliklərlə rastlaşmamış, bir parça çörək pulu qazanmamış bir gəncin evlənməkdə, özdə ayrı yaşamaqda israr etməsi qohum əqrabaya qəribə təsir bağışlamışdı. Bir il onu bu fikirdən daşındırmağa çalışsalar da bir nəticə hasil olmamışdı. Sahil istədiyinə əməl olunmayacağı təqdirdə köçüb Rusiyaya gedəcəyi ilə valideynlərini hədələyirdi. Fəzilət buna dözə bilərdimi? Nəhayət Sahilə toy etdilər. Fəzilətlə Zamin toy günü onlara 2 otaqlı mənzilin açarlarını verdilər. Hamı fikirləşirdi ki, ailə qayğıları gəncin öz valideynlərinə olan qəribə münasibətlərini nizamlayar. Amma günlər, aylar keçdikcə Sahil valideynlərinə qarşı biraz da soyuq olurdu. Onlara yad kimi, qonaq kimi gəlib gedirdi. Çox diqqətsiz, etinasız olmuşdu. Həmişə nədənsə narazı idi. Sahil işlədiyi idarədən aldığı maaşla ailəsini bir təhər dolandırırdı. Amma oğlu ilə qızı dünyaya gələndən sonra xərcləri birdən-birə artmışdı. Son vaxtlar borclar içində çabalayırdı. Hər dəfə Sahil çıxılmaz vəziyyətə düşəndə Fəzilət özünü çatdırırdı. Borc xərc edib onu düşdüyü vəziyyətdən qurtarırdı. Sahil buna öyrəşmişdi. Bunu normal hal hesab edirdi. Anasına övlad məhəbbəti ilə yox, xilaskar kimi baxmağa adət edən, yalnız öz işi düşəndə qılıq etməyi bacaran, qalan vaxtlar yad kimi gəzib dolaşan, ömründə bircə dəfə də olsun valideynlərinin problemləri ilə maraqlanmayan, onlar xəstələnəndə heç vaxt xəbər tutmayan Sahili Fəzilət
nəhayət gec də olsa tərbiyələndirmək qərarına gəlmişdi. Son bir ildə ona maddi kömək göstərmirdi. Əslində istəsəydi də bunu edə bilməzdi. Aldığı maaş onları bir dəhər yola verirdi. Sahilgilə xərcləməyə pulları qalmırdı. Buna görə ürəyinin dərinliyində bir ağrı gəzirdi. Sahilgil maddi çətinlik çəkir. Bəzən öz-özünü sakitləşdirməyə çalışırdı. Əslində Sahil bizi himayə etməlidir axı. Sonra yenidən öz-özünü danlayırdı. Uşağıma kömək edə bilmirəmsə mən necə anayam? Son incikliyin toxumları bir il idi ki cücərirdi. Onlar düz bir ildən sonra üzə çıxmışdı. Kiçik incikliklər həmişə olurdu. Sahilin təbiəti elə idi ki, həmişə hamını özünə borclu sayır, özü isə heç kəslə maraqlanmırdı. Onun təbiətində bir egoistlik var idi. Fəzilət birdən Sahil üçün elə darıxdı, onun üçün elə qəribsədi. Oğlunu sinəsinə sıxıb saçlarından öpmək, onu oxşamaq, nəvazişli sözlər demək üçün ürəyi uçundu. Amma yadına düşdü ki, son illər onu bircə dəfə də olsun qucaqlamayıb. Daha doğrusu, Sahil ona imkan verməyib. Fəzilət ona yaxınlaşdıqca Sahil uzaqlaşırdı. Fəzilət həsrət idi oğlunun bir xoş sözünə, mehriban rəftarına. O, anası ilə tək qalmağı xoşlamırdı. Ondan heç zaman hal əhval tutmamışdı. Fəzilət anlaya bilmirdi bu münasibətin səbəblərini. Axı o, təbiətən mehriban, həssas, diqqətçili idi. Qohum əqraba, dost tanış arasında hörməti var idi. Yaxşı alim sayılırdı. Həmkarları onun başına and içirdilər. Ömründə bir kəsi özündən narazı salmamışdı. Bəs varı yoxu, gözünün ağı qarası olan bircə övladı niyə narazı idi ondan? Üşütmən keçmədi. Zamin gəlib onun yanında oturdu. İndi keçib gedər. Qripdir, narahat olmağa dəyməz. Fəzilət, Zamin şübhələnməsin deyə üzünə etinasız ifadə verdi. Rəngindən heç xoşum gəlmir. Əri diqqətlə onun gözlərinin içinə baxdı. Fikir vermə, deyə Fəzilət səsindəki qəhəri gizlətməyə çalışdı. Çay gətirimmi? Hələlik meylim çəkmir, istəyəndə özüm deyərəm. Həyatında bundan qəmli, bundan dərdli gecə olmamışdı. Fəzilətə elə gəlirdi ki, zaman dayanıb, saatın əqrəbləri hərəkət etmir. Bəs əqrəblər işləmirsə, bu nə səs idi belə? Çıqa-çıq salan nə idi? Bu Fəzilətin ürəyinin səsi idi. Bəs niyə belə döyünürdü? Adi hallarda onun ürəyi belə səslər çıxarmırdı axı. Fəzilət diqqətlə, gözlərini qırpmadan Sahilin şəklinə tamaşa edirdi. O, şəkli öpüb oxşayır, bağrına basır, əzizləyirdi. Göz yaşları içində elhey pıçıldayırdı. Bağışla oğlum, əgər bacarsan məni bağışla. Qəzəbinə, nifrətinə qurban olum. Qadan balan, ağrın acın, dərdin qəmin mənə gəlsin. Səni görüm ehtiyac nədir bilməyəsən. Mən sənin arzuladığın ana olmadım. Heç olmasa sən o bir cüt balana yaxşı ata ol. Onların qəlbinə dəymə. Mənim buraxdığım səhvləri təkrar etmə. Bilirəm, sənin ürəyinə mənim ucbatımdan çox qəm dolub. Mən çox şeyi düz eləməmişəm. Sənə qarşı münasibətimdə sənə xoş gəlməyən cəhətlər çox olub. Amma mən bunları bilə-bilə etməmişəm. Hər şey qeyri-iradi baş verib. Məndən asılı olmayıb bütün bunlar. Bir şeyə əmin ol ki, mən səni dünyalar qədər çox istəmişəm. Bu başqa cür ola da bilməzdi. Axı sən mənim varım yoxum bircə oğlumsan. Fəzilət ümidsizliyin, çarəsizliyin burulğanına düşmüşdü. Yaşamaq işqi sönmüş, həyat onun üçün öz gözəlliyini, cazibəsini itirmişdi.
Nə qədər ki mən sağam, o mənə qarşı soyuq olacaq. Mən dünyada olmayanda qədrimi biləcək. O vaxt məni ağlayacaq. Nə qədər ki mən sağam, düzəlməyəcək, ciddiləşməyəcək. Onu silkələmək, nə etdiyini, necə yaşadığını anlatmaq üçün, səhvlərini başa salmaq üçün həyatın sərt sınağı lazımdır. Belə sınaq mənim yoxluğum ola bilər. Ağlına gələn bu qəfil fikir onun dumanlı fikirlərinə həzin, titrək, kövrək bir təsəlli gətirdi. Özünə Allahdan ölüm arzuladı. Heç vaxt heç nəyi belə arzulamamışdı. Telefon zənginin səsinə yuxudan oyanan Sahil atasının nə dediyini anlamadı. Amma onun kallaşmış səsindəki həyəcan ona da sirayət etdi. Anam bizi tərk etdi. Sahilin bədənini soyuq tər bastı. Xoşa gəlməz bir duyğu əzalarında dolaşdı. Səni başa düşə bilmirəm. Biraz aydın danış. Daha anan yoxdur. Necə yəni yoxdur? Bu gecə keçindi. Sahilin başı gicəlləndi. Ona elə gəldi ki, yer ayağının altından qaçdı. Ərinin sifətinin kağız kimi ağardığını görən natəvan qorxuya düşdü. Nə olub? Bir şey baş verməyib ki? Deyə həyəcanla soruşdu. Amma Sahil onu eşitmədi. Eşitsəydi belə cavab vermək iqtidarında değildi. Atasının verdiyi xəbər onun bütün varlığını alt-üst etmişdi. Ömründə ağlına gətirmədiyi bir şey baş vermişdi. Bu xəbər onu iflic vəziyyətinə salmışdı. Hələ də eşitdiyini əməlli başlı dərk edib qurtara bilməmişdi. Hələ də nə baş verdiyi ona çatmırdı. Necə yəni anası keçinib? Axı dünən o buradaydı, sapsağlam idi. Anasının nə yaşı var ki? 46 yaşı bir ay əvvəl tamam olmamışdı mı? Anam keçinib deyən atasının kövrək səsi bir də qulaqlarında səsləndi. Bəlkə zarafat edir. Sahil telefonla atası gilin nömrəsini yığdı. Dəstəyi tanımadığı bir adam götürdü. İçəridən ağlaşma səsi gəlirdi. Dəstəyi yerinə qoyub qapıya sarı getdi. Pilləkənləri düşüb yolu keçdi. Buradan atası gilə 400-500 metrlik məsafə idi. O qaça-qaça gedirdi. Elə bil arxasınca qovurdular. Payızın sərt soyuğunu hiss etmirdi. Əynində qısa qol ev köynəyi, ayaqlarında başmaqla evdən çıxdığının da fərqində değildi. Heç kəsi görmür, heç nə eşitmirdi. Rəngi qaçmış halda, tövşüyə-tövşüyə içəri girəndə kimsə onun boynunu qucaqladı. Deyəsən qonşu idi. Sahil, bala, özünü ələ al, hamının başına gəlir. Sahil əlinin hərəkəti ilə onu özündən uzaqlaşdırıb güclə eşidiləcək səslə soruşdu. Hanı anam? İçəri otaqdadır. Anası öz çarpayısında uzanmışdı. Hələ ölüm rəngi onun üzünə tam çökməmişdi. Sahilə ilk anlarda elə gəldi ki, anası yatıb. Kaş möcüzə baş verəydi, gözlərini açıb mənə baxaydı, deyə ürəyində fikirləşdi. Qapının yanından anasına baxır, ona yaxınlaşmağa cürət etmirdi. Keç bala, ananın yanında otur, biz də onu görməyəcəksən. Belə doluxsunub qalma, ağla, doyunca ağla. Ananın ləzzətini dünyada heç kəs verə bilməz. Bayaq ki, qadın bu sözləri deyib, ağlaya-ağlaya o bir otağa keçdi. Amma Sahil hələ də qeyri-müəyyənlik içində çaşıb qalmışdı. Birazdan zamin gəlib onu qucaqladı. Gecə keçinib, mən səhər xəbər tutmuşam. Dünən halı pəjmürdə idi, amma son vaxtlar əhvalı tez-tez dəyişirdi deyə fikir vermədim. Nə biləydim ki, belə olacaq.
atasının səsi titrədi. Sahil yalnız indi fikir verdi ki, o yaşlaşıb. Ona yazığı gəldi. Kişiyə çətin olacaq. Atası yenə nədənsə danışmağa başladı. Deyəsən məsciddən, meyidi yudurtmaqdan, qəbristanlığa gedib gəlməsindən, saat 2-də ölünün yerdən götürüləcəyindən. Sahil ona qulaq asır, amma heç nə başa düşmürdü. O, gözünü çəkmədən anasına baxmaqda davam edirdi. Deyəsən nə baş verdiyini yavaş-yavaş dərk etməyə başlayırdı. Dünən öz evində anasına dediyi sözlər, onun üstünə yağış kimi yağdırdığı ittihamlar öz işini görmüşdü. Anasının ürəyi bunlara dözə bilməmişdi. Sahil tərəddüdlə anasına yaxınlaşdı. Onun boynunu qucaqladı. Özünü tanıyandan, həyatı dərk etməyə başlayandan bəri ilk dəfə onun başını qolları arasına alıb bumbuz üzünü öpüşlərə qərq etməyə başladı. O, uşaq kimi hönkürtü ilə ağlayır, göz yaşları anasının boynuna, saçlarına tökülürdü. Amma anasının yorğun, əzgin ruhu bunlardan xəbərsiz idi. O, çoxdan bu dünyanı tərk etmişdi. Üzünə yavaş-yavaş ölümün sarı rəngi çökməkdə idi. Gözlərinin altı qara dairələrlə örtülmüşdü. Saçları ağappaq ağarmışdı. Sahil anasının buza dönmüş əlini dodaqlarına aparanda onun ovucundakı şəkli görüb sarsıldı. Bu, Sahilin 10-cu sinfi bitirən gün çəkdirdiyi şəkil idi. Anası ömrünün son dəqiqələrində onun şəklinə tamaşa etmişdi. Bu fikirdən titrədi. O, başını anasının sinəsinə qoyub ötən illərin xatirələrinə daldı. Bu xatirələr onun qəlbində ilıq, doğma hisslər oyadırdı. Sahil xəstəxanada yatırdı. Qızdırması düşmürdü. Hər dəfə gözlərini açanda anası onu nəvazişlə qoynuna sıxır, üzündən öpürdü. Yorulub əldən düşmüş, yuxusuzluqdan və acılıqdan üzülmüş anası elə sınıxmışdı ki, "Ay Fəzilət, əldən düşdün ki, uşaqlar xəstələnə böyüyürlər" deyib yanına gəlib gedənlər onu məzəmmət edirdilər. Amma Fəzilət heç cür sakitləşə bilmirdi. Onda Sahilin qanında mikrob tapmışdılar. Düz 20 gün hərarəti düşmədi. Sonra yavaş-yavaş yaxşılaşmağa başladı. Xəstəxanadan çıxanda anası bir dəri, bir sümük idi. Elə bil xəstə yatan Sahil yox, o idi. Sahilin 7 yaşı var idi. Qonşularla mişiyə getmişdilər. Sahil tez-tez ağacların dalında gizlənir, anasını qorxudurdu. O, həyəcanla oğlunu səslədikcə Sahil gizləndiyi yerdən bunu seyr edir, öz-özünə gülüb məzələnirdi. Sonra onlar qaşdı tutdu oynamağa başladılar. Anasının uşaqlara qoşulub oynaması, hərdən cığallıq etməsi ona ləzzət verirdi. Qaydanda Sahilin ayağı burxuldu. Anası 2 kilometrdən artıq yolu onu qucağında daşıdı. Sahil heç zaman özünü bu qədər tənha hiss etməmişdi. Anasının yoxluğu sanki onu silkələyib yuxudan oyatmışdı. Dünya ondan ötürü öz əvvəlki gözəlliyini itirmişdi. Ürəyində böyük bir boşluq əmələ gəlmişdi. Sap sağlam, cavan anası 46 yaşında qəflətən vəfat etmişdi. Xəstələnmədən, yatağa düşmədən, bir kimsəyə əziyyət vermədən, bir kimsənin ruhunu incitmədən gözlərini yummuşdu. Qocalmadan, gözəlliyini itirmədən, təravətdən düşmədən bu dünya ilə vidalaşmışdı. Sahil bu qəfil itkinin səbəbkarının özü olduğunu yaxşı dərk edirdi. O, anasının qatili idi. Dünən öz hərəkətləri ilə,
qılınc kimi kəsən zəhərli sözləri ilə o anasına ölüm hökmü oxumuşdu. Bunu yalnız indi bütün dəhşəti ilə anlayırdı. Bu acı həqiqətin danılmazlığının fərqinə varırdı. Yalnız indi onun üçün aydın olmuşdu ki, övlad dərdi ana ürəyinə necə dağ çəkə bilər. Birazdan cənazəni məscidə yumağa apardılar. Qohumlar bir-biri ilə məsləhətləşirdilər. Saxlamağın nə mənası var? Bircə oğlu var, o da yanındadır. Bugün bastırmaq lazımdır. Sahilin xalaları, dayıları için-için ağlayırdılar. Səssizcə, küncdə bucaqda göz yaşı axıdırdılar. Nənəsinin ucadan axı deməsi nədənsə Sahili hirsləndirdi. Dünyadan vaxtsız köçən əziz gəlinim vay. Saat 2 tamamda mərasim qəbristanlığa sarı üz tutanda Sahilin ürəyindən əzablı bir ağrı keçdi. Anasını gedər gəlməzə aparırdılar. Bir daha o öz nurlu sifəti ilə Sahilə gülümsəməyəcək, bir daha onunla hal-əhval tutmayacaq, işləri ilə maraqlanmayacaq, çətinliklərindən xəbər tutmayacaq, məsləhət verməyəcək, köməyinə çatmayacaq, qayğısına qalmayacaq, yaralarına məlhəm olmayacaq. Özünü elə talihsiz hiss etdi ki, bundan sonra ona kim yanacaq, kim ona yol göstərəcək, büdrəyəndə qolundan kim tutacaq, çətin anlarında kim təsəlli verəcəkdi. Axı həmişə anası yanında olmuşdu. Əslində onsuz Sahil həyatda heç bir addım atmamışdı. Həyatının bütün anları anası ilə bağlı idi. Diplomu, işi, evi, ailəsi, uşaqları. İndi bu böyük şəhərdə o saysız hesabsız problemləri ilə baş-başa qalacaqdı. Ona anası kimi yanan başqa bir bəni Adəm yox idi. Kimin nəyinə gərəkdi o? Hərənin öz dərdçəri özünə bəsdi. Hər dəfə Sahil onun xətrinə dəyəndə, incidəndə anası qəhərlə deyərdi. Mənim qədrimi mən öləndən sonra biləcəksən. Nə qədər ki sağam, mənə əzab verəcəksən. Eybi yoxdur. Bir gün mən bu dünyanı tərk edib gedəndə anlayacaqsan ki, ana ürəyinə olan şeydir. Anasının doğma çöhrəsi xəyalından çəkilib getmirdi. Sahil fikirləşirdi ki, dünyada heç kəsi, heç zaman anası qədər sevməyib. Amma nədənsə ömrü boyu bu sevgisini gizlədib, onu bildirməkdən çəkinib, daha doğrusu utanıb. Elə bil bu sevgisindən kimsə xəbər tutsaydı onu cəzalandıracaqdılar. Elə bil kimsə onu məzəmmət edəcəkdi ki, anaya qarşı mehriban olmaq yaxşı iş deyil. Kimə görə edirdi o öz düşüncəsiz hərəkətlərini? Yadına düşdü ki, ömründə bircə dəfə də olsun anasına çiçək almayıb, bircə dəfə də ona hədiyyə bağışlamayıb. Anasının bir ay əvvəlki ad günü yadına düşdü. Valideynləri bir-birindən xəbərsiz bir neçə dəfə ona işə zəng çalıb, məclisə gəlməyi xahiş etsələr də, o qəsdən atası gilə getməmişdi. Anasına qarşı etinasızlığını, laqeydliyini bir daha qabarıq şəkildə nəzərə çarpdırmışdı. Birdən Sahilin öz anasına elə yazığı gəldi. Ona ürəyi elə yandı ki, nə edəcəyini bilmədi. Özünü həmin günkü anasının yerində təsəvvür edəndə həya və xəcalət təri onu bürüdü. Ad gününün səhəri anası böyük bir çanta ilə onlara gəlmiş, heç nə olmamış kimi oğlu gəlini ilə görüşmüş, nəvələri ilə bir xeyli oynamış, onları şirin-şirin danışdırmışdı. Sonra isə çantasına yığıb gətirdiyi yeməkləri, Sahilin çox xoşladığı qozlu tortu süfrəyə düzmüşdü. Sahil də halını dəyişmədən, tövrünü pozmadan həmin tortun böyük bir tikəsini ləzzətlə yemişdi. Çox sağ ol demək əvəzinə bu dəfə də adəti üzrə tortun hazırlanmasında qüsur tapmışdı. Qozunu çox qatmısan, tort bişirməyi öyrənə bilmədin də. Natəvan qaynanasının könlünü almağa çalışmışdı. Onun sözlərinə fikir verməyin,
Sonra şampan şərabını süfrəyə qoyub ərinə sarı dönmüşdü. Dünən ananın ad günü idi. İndi olsa da bir sağlıqdır, onu təbrik edək. Sahilin yerindən tərpənmədiyini görəndə incik halda qaynanasına demişdi. Qəribə oğlandı. Dünən axşamdan məni gözlədib. Hər bir saatdan biri zəng edib ki, indi gəlirəm, anamgilə gedəcəyik. Sonra da gecə saat 11 tamamda evə qayıdıb. Natəvan ərinin onun sözlərinə əhəmiyyət vermədiyini görəndə şampanı özü açdı, şərabı qədəhlərə süzüb hər üçünün qarşısına qoydu. Sonra isə sağlıq dedi. Arzu edirəm ki, qızım məhz sizə oxşasın. Sahil yerindən söz atdı. Allah eləməsin. Natəvan günahkarcasına qaynanasına baxdı. Siz Allah ona fikir verməyin. Nə dediyini heç özü də bilmir. Anası doğrudan da fikir verməmişdi. O, yenicə dil açan, üzdən iğni ilə ona oxşayan Samirəni danışdırır, onu qucağına alıb öpüb oxşayırdı. Amma gedənə yaxın bir təhər idi. Üstündən bu qədər vaxt keçəndən sonra onun yadına düşdü. Sahil özünə nifrət edirdi. Anlayırdı ki, anasının qarşısındakı günahları hədsizdir. Heç vaxt, heç zaman onları yuya bilməyəcək. Daha anası yox idi. Hamının sevdiyi, dərin hörmət bəslədiyi, onun isə həmişə uzaq gəzdiyi, yadlığı, soyuqluğu ilə ürəyini ağrıtdığı, bilə-bilə əzab verdiyi, fikir çəkdirdiyi anası. Onun halına hamıdan tez yanan, ehtiyaclarını hamıdan tez bilən, onu sevən, onu duyan, ona yanan anası. Bu dünyada heç kəs, heç vaxt onu əvəz etməyəcəkdi. Anasının səsi elə bil qeybdən gəlirdi. Allah sevərsən, çəkmə o zəhrimarı. Bədənindən gizilti keçdi. Dünən anası onun evinə bunu deməyə gəlmişdi. Yalvarırdı ona. Sahil isə çılğınlaşmışdı. Az qalırdı dəli ola. Dünən onu eşitmək belə istəməmişdi. Təqsirini boynuna almaq bir yana qalsın, üstəlik anasını borclu çıxarmış, bütün bədbəxtliklərinin səbəbkarı anası olduğunu ona təlqin etməyə çalışmışdı. Dünən Sahil o zəhrimarın təsiri altında idi. O dünən idi. Bugün isə hər şey dəyişmişdi. Sahil anasını son mənzilə yola salırdı.